Hacıbətən uğrunda canından keçən şəhidlər. Amma bəzən sosial şəbəkələrdə onlara şəhid adı demirlər. Deyirlər ki, din yolunda, din uğrunda ölənlərə şəhid adı verilir. Bunu bir açıqlama gətirərdiniz. Şəhid haqq uğrunda Allah üçün gedən insanlar şəhadətə çatır. Azərbaycan şəhidləri də haqq uğrunda savaşa gediblər. Müsəlman torpaqları, ümumiyyətlə torpaqlar işğal olunubsa, bir ölkə digərinə təcavüz edibsə və bir insan gedib torpaqlarını azad etmək üçün o təcavüzkarla vuruşursa, bu yolda öldürürlərsə təbii ki, şəhid sayılır. Burada mübahisəli heç bir məqam yoxdur. Bəzi radikal cərəyanlar var ki, onlar həmişə milli dəyərlərlə dini dəyərləri toqquşdurmağa çalışırlar. Allah yolunda öldürülmək nə deməkdir? Yəni, din yolunda. İnsan niyyəti vətənini, torpağını qorumaq və Allahın razılığını qazanmaqdırsa və bu yolda da döyüşür, öldürülürsə, o şəhid sayılır.